Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz dostlar, Quranda sosial nəzarətə dair tövsiyələr. Bunları edin. 1. Salam vermək və gözəl söz danışmaq. İnsanlarla münasibətdə mehriban olmaq, ədəbli olmaq əmr olunur. Sizə salam verildiyi zaman ondan daha gözəli ilə cavab verin və ya eyni ilə qaytarın. Nisa surəsi 86-cı ayət. 2. Səs tonu və davranışa diqqət etmək. Yüksək səslə danışmaq və kobudluq qınanılır. Ey iman gətirənlər! Səslərinizi Peyğəmbərin səsindən uca qaldırmayın. Hucurat surəsi 2-ci ayətdə bildirilir. 3. Ədalətli olmaq. Hətta düşmənə qarşı belə ədaləti qorumaq lazımdır. Bir qövmə olan kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Maidə surəsi 8-ci ayət. 4. Bağışlamaq və səbirli olmaq. Pisliyə yaxşılıqla cavab vermək tövsiyə olunur. Yaxşılıqla pislik eyni olmaz. Pisliyi ən gözəl tərzdə dəf et. Fusilat surəsi 34-cü ayət. 5. Yolda ədəbli davranmaq, təvazu ilə gəzmək, təkəbbür və lovğalıq qınanılır. Yer üzündə təkəbbürlə gəzmə, səsinin tonunu alçalt. Loğman surəsi 18-19-cu ayətlər. 6. Barışdırıcı olmaq, insanlar arasında sülh yaratmaq, mübahisələri düzəltmək savabdır. Möminlər qardaşdırlar, elə isə qardaşlarınızın arasını düzəldin. Hucurat surəsi 10-cu ayət. 7. Yetimlərə və kasıblara yaxşılıq etmək, zəiflərə qarşı mərhəmət göstərmək vacibdir. Onlar Allah sevgisi ilə yoxsulu, yetimi və əsiri yedizdirərlər. İnsan surəsi 8-ci ayət. 8. Verilən vədə sadiq qalmaq. Söz vermək məsuliyyətdir. Əhdi yerinə yetirin. Çünki əhd barəsində sorğu olunacaqdır. İsra surəsi 34-cü ayət.